Nicat 40 kilo verdik. İzləyicilərimizə nə demək istəyirsən? Yaxşı hiss edirəm. İlk başladığım müddətdə yəni fikirləşirdim ki, 1 kilo, 2 kilo, 3 kilo kimi yəni fikirləşirdim ki, nə vaxt yəni uzun bir müddət sonra bu çəkiyə çatacağam. Yəni bir də gördüm ki, artıq 40 kiloqram gedir. Yəni hələ də yolum olmasına baxmayaraq özümü indidən çox rahat hiss edirəm. Səncə sənin kimi super ya da morbid obez olan, yəni çəkisi 120-nin 130-un üzərində olanlar mədəsini kiçiltməlidirlərmi, yoxsa normal diyetlə də kilo verə bilərlərmi? Mənə görə insan istədiyi hər şey eləyə bilər. Çünki Allah bizə belə bir iradə, belə bir güc veribsə, yəni insan istədiyi hər şeyi öz əldə edə bilər. Sadəcə istifadə etmək lazımdır o iradədən, düzdürmü? İradə, özünü sıxmaq. Çünki əziyyətsiz heç bir nəticə yoxdur. Əgər bir yerdə nəticə varsa, 100% orada ağrı da var, əzab da var, çətinlik də var. Əgər asan yoldan... Sonda nə var finişdə? Sonda ən gözəl mükafat. Axırda Mutluluq hissi. Bəli, xoşbəxtlik hissi, daimi xoşbəxtlik.